O günlər xəbərlərdə görürəm ki, 25-27 yaşlı oğlan yaşlı bir ananın sumkasını oxuyub. Və özünə bəraət qazandırıb və deyir ki, ehtiyacım var idi, gedib bunu eləmişəm. Ay bədbəxt, ehtiyacım var, ged işlə də. İndi hər ehtiyacı olan gərək oğurluq eləsin. Bu nə məsələdir, bu nə hərəkətlərdir siz eləyirsiniz, mən başa düşmürəm. Hər bir xırda şeyə görə gedib oğurluq eləyirsiniz. Bir səbriniz olsun, bir əzab əziyyət çəkin, bir dözümlüyünüz olsun. Sizin kimi nə qədər sağlam insanlar var, gedirlər, işləyirlər, əzab çəkirlər, dişi ilə, dırnağı ilə pul qazanırlar. Ahasına qədər belə davam edəcək. Nə maddi üstə tutulacaqsınız? Yaşlı bir arvad sumkası oğurladığınıza görə içəridə gəlib əziyyət çəkəcəksiniz. Heç utanmırsınız, heç xətalar çəkmirsiniz. Sabah o arvad yıxılsaydı, ölsəydi, başına bir hadisə gəlsəydi, ona necə olacaqdı? Nə cavab verəcəksiniz ona? Siz düşünmədən niyə addım atırsınız? Mən bunu başa düşmürəm. Özlərinin adını qoyurlar ki, göz biz kişi. Tüpürün belə kişiliyə ki, yaşlı bir qadına, 65-70 yaşlı qadına əlindən sumkasını alın. Ne? Yaxşı, tutam ki, nə əldə edəcəksən? 100-200 manat pul əldə edəcəksən də düzdür. O pulla hasına qədər davam edəcəksən. Və o pulla gedib öz evladı və haram pulla saxlayacaqsan öz evladı, haram pul yedirəcəksən, haram tikə verəcəksən öz evladı. Özün cəhənnəmi, başqasına zəhərliysən axı. Bu nə düşüncədir, bu nə məntiqdir. Hər yerdən duran nəsə oğurluq eləmək istəyir. Hər yerdən duran nəsə bir pis iş görmək istəyir, cinayət iş görmək istəyir. Ay yaşayın da. Valla nə qədər belə sizin kimi insanlar var, əzab əziyyətlə, zülümlə, dişi ilə, dırnağı ilə pul kazanırlar. Sizin onlardan nəyiniz artıqdır? Sizin onlardan nəyiniz əskidir? Biraz məntiqiniz olsun, biraz ağlınız olsun, biraz ağlınızı işlədin. And olsun Allaha ki deyirəm, mən bugünkü günə qədər bir qəpik də olsa kimləsə oğurluq eləməmişəm. Bir qəpik də olsa kimsə malını gözüm olmayıb, oğurluq etməmişəm. İstər mal olsun, istər əşya olsun, istər paltar olsun. Bəli, mən ac qalmışam, susuz qalmışam. And olsun Allaha deyirəm ki, mənim elə vaxtı olub ki, elə zamanım olub ki, yayın cırhacırında su almağa belə imkanım olmayıb. Amma gedib oğurluq eləməmişəm. Çünki oğurluğu özümə padla bilmişəm. İraq yaxşılarından. Bu nə oğurluğudur? Valla deyirəm, Allah hidayət eləsin bu cür insanları. Biraz məntiqiniz, ağlınız olsun. Başqa heç nə.